Salam uşaqlar. Bugün yeni dərsimiz qrafik redaktorun yeni alətləri mövzusudur. Gəlin görək bu mövzuda biz nələr öyrənəcəyik. Biz bilirik ki, qrafik redaktor təsvirlərlə işləyən, təsvirlər yaradan proqramlara deyilir. Və gəlin görək bugün biz nələri öyrənəcəyik bu dərsdə. İlk öncə əvvəlki dərsləri təkrar edək. Biz keçən dərs Paint qrafik redaktoru haqqında öyrənmişdik. Bilirik ki, Paint qrafik redaktoru Windows əməliyyat sistemində olan, yəni onun tərkibində olan bir qrafik redaktor proqramıdır. Deməli, Paint proqramının pəncərəsi bu formada görsənir. Burada deməli bizim rəng paletramız, alətlər qutusu, daha sonra iş sahəsi və fırlatma çubuqları mövcuddur. Biz bunlardan istifadə edərək şəkilləri formalaşdıra, yarada bilərik. Paint proqramının alətlərinə gəlin baxaq. Burada verilmiş oxlarla göstərilmiş alətlərin adlarına baxsaq, burada göstərilən, deməli, bu alət rənglə doldurma alətidir. Hansı ki, bu alət vasitəsilə biz təsvirin içərisinə tam rəng verə bilirdik. Mətn aləti ilə biz çəkdiyimiz şəklin üzərinə klaviatura vasitəsilə müxtəlif yazıları daxil edə bilərik. Fiqurlardan biz istifadə edərək müxtəlif təsvirləri formalaşdıra bilərik. Pozan bizə lazım olur, deməli, müəyyən bir səhvlər etdikdə lazımsız hissələri silmək üçün biz pozandan istifadə edəcəyik. Sonra burada uşaqlar fırçalar var. Gördüyünüz kimi bunun içərisində yəni bir neçə də fırça olacaq. Daxil olanda orada müxtəlif fırçalara rast gələ bilərik. Yəni bu hava fırçası, sulu boya, yağlı boya, daha sonra marker, karandaş bu kimi fırçalara biz istifadə edə bilərik. Rəng hissəsində isə uşaqlar iki rəng mövcuddur. Birinci rəng əsas rəng adlanır. Əsas rənglə biz əsasən alətlərin rənglərini dəyişə bilərik. Məsəl üçün, deyək ki, dairəvi bir fiqur çəkiriksə, dairəvi bir təsvir formalaşdırırıqsa, o zaman mən qırmızı rəngi seçsəm, qırmızı rəngdə dairə çəkə bilərəm və s. İkinci rəng isə bizdə burada deməli, proqramın fon rəngini ifadə edir. Yəni, biz arxa fona iş sahəsinin rəngini dəyişmək üçün rəng 2-dən istifadə edəcəyik. İndi isə gəlin yeni dərsimizə keçək. Uşaqlar, belə bir təsvir var dərsimizdə. Bizdən soruşulur ki, sizcə bunlar nədir? Uşaqlar, gördüyünüz bu şəkillər, bu təsvirlər adlanır komikslər. Komiks nədir? Komiks şəkillərdən ibarət hekayədir. İnternetdə, sosial şəbəkələrdə və s. Yəni yerlərdə, bəzən olur jurnallarda rast gələ bilərik, belə bir yazılı şəkillər olur. Hansı ki, sanki dialoqu xatırladır bəzən. Yəni, bu təsvirlərdə nəinki şəkil, həmçinin yazılar da olur. Bəli, buna biz komikslər deyəcəyik. Və komiksləri biz bugün Paint proqramında çəkməyi öyrənəcəyik. Baxın, belə bir sadə bir komiks var. Bu komiksi yaratmaq üçün biz nə etməliyik? Bunun üçün biz əvvəlcə plan qurmalıyıq. Amma bilirik ki, biz bunu Paintdə çəkə bilərik, düzdürmü? Paintdə çəkə bilərik və müxtəlif alətlərdən istifadə edə bilərik. Məsələn, verilən komiksdə hansı alətlərdən istifadə olunub? İstifadə olunub yazı aləti, daha sonra istifadə olunub rənglə doldurma aləti, arxa fona baxın, yaşının müxtəlif çalarları var. Daha sonra var burada fırça aləti var, fiqurlardan istifadə olunub və s. Yəni, müxtəlif alətlərdən istifadə olunub. Komiksimizi çəkmək üçün biz ilk öncə onu, belə deyək də, ardıcıllığını bilməliyik. Nədən sonra nə çəkməliyik? Bunun üçün biz plan tərtib etməliyik, uşaqlar. Plan tərtib etmək üçün ilk öncə biz, deməli, səhifəmizin, çəkəcəyimiz şəklin ölçüsünü, rəsm lövhəsinin ölçüsünü təyin edirik. Daha sonra onu bloklara böləcəyik və hər bloku təsvirini formalaşdıracağıq. Şəklin ölçüsünü dəyişmək üçün uşaqlar, baxın, iş sahəsinin kənarlarında belə kiçik kvadratlar görəcəksiniz. Bunları tutub dartmaqla biz eninə, hündürünə və en və hündürlüyü birbaşa dəyişə bilərik. Eni dəyişmək üçün sağ tərəfdən tutub dartırıq, hündürlüyü dəyişmək üçün aşağıya doğru dartırıq. Hər ikisini birbaşa dəyişmək üçün, baxın, küncdən, aşağı sağ küncdə iki tərəfli oxu tutub dartsaq, görərik ki, həm en, həm hündürlük olaraq nə olur? Dəyişmə baş verir. Baxın, dəyişdik, ölçünü dəyişdik və daha sonra detalları necə çəkərik. Məsələn, xırda detalları biz böyüdücü alətinin köməyi ilə, belə deyək də, yaxınlaşdıraraq təsviri daha rahat görə bilərik. Miqyas zolağını hərəkət etdirərək biz şəkli daha aydın görə bilərik. Lazım olan rəng. Məsələn, biz normalda palitrada, yəni ekranda görünən bu palitrada rəngləri görə bilirik. Amma bəzən ola bilər ki, müəyyən bir rəng çaları bizə lazım olsun. O
O zaman biz redakta pəncərəsindən daxil olub edə biləcəyik. Mən indi birazdan dərsi bitirdikdən sonra sizə Paint proqramında bunu nümayiş etdirəcəyəm. Belə, daha sonra rəngli əlavə edirik. Bunu indi sizə göstərəcəm Paint proqramında və ən sonunda təbii ki, şəkli, yaratdığımız şəkli yadda saxlayacağıq. Uşaqlar, dərsi anlamağımız üçün gəlin burada verilən suala baxaq. Bu rəsmi yaratmaq üçün hansı alətlərdən istifadə olunur? Gördüyünüz kimi şəklin arxa fonu fırçadan istifadə olunub, yağlı boya burada göstərilən. Deməli, nədən istifadə olunacaq? Baxın, fırçalardan istifadə olunub, daha sonra rənglərdən istifadə olunub, şəklin ölçüsünün dəyişdirilməsi istifadə olunub və standart burada rənglər istifadə olunub. Daha sonra növbəti slayda baxaq. Deməli, uşaqlar, bu qədər, dərsimiz bu qədər. Burada isə artıq bu, belə deyək də, oyundur və bu oyunu siz sinifdə dərsdən sonra özünüzü yoxlamaq üçün istifadə edə bilərsiniz. Mən indi istəyirəm sizin üçün Paint proqramını açın və keçdiklərimizi Paintdə də işləyək. Baxın, uşaqlar, Paint proqramını açdım. Biz bayaq nədən danışdıq? Biz bayaq dedik ki, bir komiks yaratmaq üçün ilk öncə iş sahəsini, yəni şəkil çəkəcəyimiz sahənin belə deyək də, enini, hündürlüyünü, ölçüsünü tənzimləməliyik. Bunun üçün biz nə edirik? Bunun üçün biz, baxın, burada bir miqyas da görə bilərik. Miqyasla ölçüsünü bir qədər kiçildirik, kənar oxları görə bilərik. Baxın, istənilən bir formaya gətirə bilərik. Burada aşağıdan tutub dartdıqda biz bunun hündürlüyünü tənzimləyirik. Sağdan tutub dartdıqda isə enini tənzimləyirik. Deyək ki, biz bu boyda belə bir ölçü aldıq və buradan tutub dartdıqda isə görürsünüzmü, hər iki tərəfə doğru ölçü kiçilir. Bunu düzəltdikdən sonra uşaqlar biz təsvirimizi çəkə bilərik. Məsələn, gəlin kvadrat alətindən istifadə edərək burada komiksimizi çəkək. Daha doğrusu, yəni belə bir şeylər edə bilərik. 3 hissəyə bölək və kontrol düyməsini tutaraq bunu bir qədər sağa doğru çəkə bilərik. Daha sonra ikinci figurumuzu, ikinci kvadratımızı da çəkə bilərik. Və sonuncu figuru da çəkək. Beləcə, belə deyək də, şəkilli komiksimizi biz bloklara bölmüş olduq. Bir qədər səliqəsiz olsa da, yəni əsas odur ki, anlamağımız üçün bunu etmək istəyirəm. Və burada daha sonra arxa fona rəng vermək. Biz dedik ki, baxın, bu standart rənglərdir, amma biz başqa bir rəng tonu, rəng çaları əldə etmək istəsə, hara daxil oluruq? Edit olursa daxil oluruq. Buradan uşaqlar, baxın, redakta bölməsidir və rəng çalarını əldə etmək üçün hər hansı bir rəngi seçirik. Məsələn, yaşıl rəngi. Yaşıl rəngin çalarlarını, baxın, bunu belə yuxarı aşağı etməklə aşağıda da rəngi görmüş olursunuz. Məsələn, bu rəngi seçdim, OK düyməsini vururam və rəng doldurma alətini seçərək burada tətbiq edirəm. Daha sonra yenə başqa bir rəng çaları seçirəm, yaşıl rəngi, biraz açıq, daha doğrusu tint tonunu və burada bunu tətbiq edirəm. Və son olaraq da gəlin buradakı tüm rəngi seçək və tətbiq edək. Yəqin ki, rəng çalarlarının rəngini burada hiss edə bilirsiniz. Daha sonra, məsəl üçün, nəsə bir figurlardan və yaxud da fırçadan istifadə edərək də siz, belə deyək də, təsviri çəkə bilərsiniz. Məsələn, elə bayaqki təsvirə baxsaq, biz orada dairəli bir, belə deyək də, bir baş görmüşdük. Yəni, burada bu başı dairə ilə çəkə bilərik. Daha sonra fırçadan istifadə edərək ona göz qoya bilərik. Bax, bu formada burun, ağız, hətta qaş da çəkə bilərik. Daha sonra dairədən yenə istifadə edib onu bədənini çəkə bilərik. Belə biraz sağa doğru. Əllərini isə fırça ilə bu formada belə çəkə bilərik. Yəni ayaqlarını da. Belə, yəni şəkli bu formada fırçadan, rəng doldurmadan, figurlardan istifadə edərək çəkə bilərik. Yazı yazmaq üçün isə yazı alətindən burada istifadə edə bilərik. Yəni yazımızı burada daxil edə bilərik. Məsələn, gəlin yazını fiqur içərisində əlavə edək, bunu ləğv edək. Məsələn, belə bir figurumuz var burada. Sanki bu adam kimdirsə, belə deyək də, danışır və onun danışdığını biz bu fiqurun içərisinə qeyd edəcəyik.
Və bunun üçün A alətini gətiririk bunun üstünə. Məsələn, yazırıq. Mənim adım Əlidir. Mənim adım Əlidir. Bunu yazdıqdan sonra uşaqlar, görürsünüz ki, bu biraz kənara çıxdı. Bunu çəkmək üçün, baxın, buradan tutub, bunun içərisinə gətirə bilərik və yenə də biraz yığa bilərik bunu. Baxın. Və yaxud da belə seçdirmə aləti ilə buradan ölçüsünü də kiçildə bilərik. Mətnin ölçüsünü kiçildə bilərik. Bax, bu formada. Belə, mən sadə bir şey yaratdım. Yəni, bayaq dərsliyimizdə olduğu kimi. Siz fərqli üsullardan, fərqli deyək ki, rənglərdən istifadə edə bilərsiniz. Hətta, məsələn, gəlin buna saç da çəkək, saç da çəkə bilərsiniz. Yəni, müxtəlif öz fantaziyanıza uyğun olaraq formalaşdıra bilərsiniz komikslər. Baxın, bu formada komiklər yarada bilərsiniz. Və bitirəndən sonra işimizi fayl menüsünə gəlirik. Buradan save düyməsini çıxıldadırıq. Və daha sonra onu istənilən bir qovluğa yerləşdiririk. Məsələn, mən iş masasına yerləşdirirəm və adını dəyişirik. Buradan da JPG də seçə bilərsiniz uzantı tip olaraq. Save düyməsinə vururam və Paint proqramından çıxıram, gəlirəm. Baxın, ekrana mənim çəkdiyim komiks şəkil olaraq gəlib düşdü. Gəlin baxaq. Yəni, siz Paint-də şəkil çəkdikdən sonra onu yaddaşa verəndə artıq həmin şəkil adi şəkil formatında gəlib kompüterimizin yaddaşında saxlanılacaq. Görək açılsın və baxın, bu artıq sizin şəklinizdir. Bu şəkli siz deyək ki, məsələn, kiməsə dostunuza göndərə bilərsiniz, e-mail vasitəsilə və yaxud telefona köçürə bilərsiniz və s. Yəni, bu üsullardan istifadə edə bilərsiniz bu şəkli. Bir daha deyirəm, yəni mən burada sadə formasını göstərirəm. Siz müxtəlif fiqurlardan, alətlərdən, fırçadan, rənglərdən istifadə edərək fərqli komikslər qura bilərsiniz. Belə uşaqlar, bugünkü dərsimiz bu qədər. Ümid edirəm ki, dərsi başa düşə bildiniz. Sağ olun, növbəti dərslərə qədər.